məncə daha dərindən bilməlidir. Azərbaycan ta qədim zamanlardan böyük bir dövlət olub, amma baxmayaraq ki, insan elə bir məxluqdur ki, ömrü boyu nəfsinə yenik yaradılır və bunun üstündə bir çox müharibələr olub, siyasi münaqişələr olub, dövlətlər arasında sərhədlər olubdur, insanlar, adicə bir ölkəni ikiyə bölən sərhədlərimiz olubdur. O sərhədlər də Sovet hökuməti vaxtında Azərbaycan-İran sərhədində olubdur və ölkəni ayıran dirəklər olub. 89-cu ildə dekabrın 16-sında bu dirəklər yıxılaraq hər iki Azərbaycanın insanlarının bir-birinə geniş gəlişi təmin edilir. Bu da 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətə gələndən sonra hər il dekabrın 31-i Dünya Azərbaycanlıların həmrəylik günü kimi qeyd olunur. Dünyada həmrəy olmaqdan, birlik olmaqdan gözəl bir şey yoxdur. Arzu edirəm ki, hər zaman, hər yerdə bir olaq, həmrəy olaq. Dünyada 50 milyon Azərbaycan yaşayır, amma bu 50 milyon Azərbaycanın tək bir vətəni var, onun da adı Azərbaycandır. Artıq millətimizin imzası var, imzalar içində. Mən çıxışımın sonunu Məhəmməd Arazın məşhur bir şeiri ilə bitirmək istəyirəm. Azərbaycan mayəsi nur qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Həmişə bir olan, Azərbaycanlı olduğumuzu heç bir yanda unutmayaq. Bayramımız mübarək olsun. Çox sağ olun müəllim. İndi isə mən səhnəmizə Tofiq müəllimi dəvət etmək istəyirəm. Həqiqətən də onun bizə yaşatdığı hisslər bir ata hissidir. Tofiq müəllimin uşaqlarına həsəd aparam. Nə ki onların sizin kimi ata